Salam dostlar. Mən Polşada rəsmi olaraq 4 il işləmişəm, amma artıq 12 il iş stajım var. Bu necə ola bilər? Bunun səbəbi mənim Polşada Azərbaycan diplomumu təsdiq eləməyimdir. Sadəcə bu kifayətdir ki, mənə əlavə stajlar yazılsın. Bəs Polşada ümumiyyətlə stajlar necə hesablanır? Əgər siz orta təhsil bitiribsinizsə 4 il, ali təhsil bitiribsinizsə 8 il sizin iş stajınıza əlavə olunur. Baxmayaraq ki, sən əcnəbisən, sənin burada diplomunu təsdiq edib stajını artırmaqda bir problem yoxdur. İş yerində yaxınlaşırsan koordinatora və yaxud da rəhbərliyə və diplomunu tərcümə eləmiş apostil formada təqdim edirsən, onlar da təsdiq edirlər. Bəs bu iş stajının nə kimi əhəmiyyəti ola bilər? Əgər sən Polşada umumi operasiya, yəni əmək müqaviləsi ilə işləyirsənsə, bu sənin məzuniyyət günlərinin artmağına səbəb ola bilər. Çünki Polşada 10 ilə qədər ödənişli məzuniyyət günləri 21 gündür. Əgər 10 ili keçərsə, bu artıq 26 ödənişli məzuniyyət günü hesablanır. Bu o deməkdir ki, mənim 26 gün ödənişli məzuniyyət günlərim var. Bu hələ son deyil. Digər bir üstünlük, sən gələcəkdə Polşada pensiyaya çıxsan, artıq buranın stajı nəzərə alınacaq. Məsələn, Polşada pensiyaya çıxmaq üçün sənin 65 yaşın tamam olmalıdır, üstəgəl 20 il iş stajın olmalıdır. Nəzərə alsaq ki, mənim artıq 12 il iş stajım var, deməli 8 ildə rəsmi işləsəm, artıq mənə kifayətdir ki, 65 yaşım tamam olanda Polşadan pensiya alım. Baxmayaraq ki, mən əcnəbiyəm. İndi ola bilər, həmin vaxtı mən Polşa vətəndaşı oldum və yaxud da Azərbaycan vətəndaşlığına qaldım. Qismət, ona baxacaq hələ. Eyni vaxtda həm Azərbaycan, həm də Polşa pensiyasını əldə eləmək olar. Qeyd etdiyim kimi, umumi operasiya ilə işləyirsinizsə sizin ödənişli məzuniyyət günləriniz olacaq. Yox, digər müqavilələrlə işləyirsinizsə, məsəl üçün umumi zleceniyanın, yəni xidməti müqaviləsi adına görə, o zaman sizin üçün ödənişli məzuniyyətlər nəzərə alınmır. Çünki nə işləyirsən, onu alırsan. Amma hökumət artıq müzakirələrə başlayır. Ola bilər növbəti il və yaxud da gələn ildə umumi zleceniyanla işləyənlərin də bax bu kimi məqamları nəzərə alınacaq. Amma umumi zleceniyanla işləyirsənsə, sənin istənilən halda pensiyan qeydə alınır. Sən gələcəkdə pensiya ala bilərsən, çünki ZUS-un ödənilir, digər vergilərin ödənmir. Qısası dostlar, əgər siz Azərbaycanda ali təhsil bitiribsinizsə, ali təhsil diplomunuz varsa, onu axtarın tapın. O, nəhayət ki, sizə lazımdır.